Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz feodalizm haqqındadır. Biz feodalizm haqqında ilkin nüansları, ilkin məlumatları öyrənək. Ondan sonra feodal dövlətləri, erkən feodal dövlətləri sıralı şəkildə sizə izah olunacaq. Dəyərli yoldaşlar, feodalizm. Feodalizm sözü feod sözündəndir. Feod mülk, torpaq, mülk mənasında işlənir. Feodun sahibi də feodaldır. Bu həm Avropada, yəni qərbdə, həm də şərqdə belədir. Amma feodalizm quruluşunun yaranması və gedişatında bir sıra fərqlər var şərqlə qərb arasında. Şərqdə feodalizm əsas istehsalçı qüvvə şərqdə, yəni Avropada yox, şərqdə azad kəndlilər idi. Azad kəndlilər. Burada torpaqlar əsasən dövlətə məxsus idi. Çünki yaranan dövlətlər əsasən sülalə adları ilə olan dövlətləridir. Bir növ ən böyük, ən güclü feodal nəslinin qurduğu dövlətdən söhbət gedir. Burada torpaqlar həmin nəslə dolayısıyla dövlətə məxsus idi. Onlar da dövlətdə rəhbərlik elədiyi üçün dövlətə məxsus idi. Buna dövlət feodalizmi deyilir. Yəni şərqin feodalizminə dövlət feodalizmi deyilir. Dediyim kimi sülalə adlı dövlətlər idi. Yəni qərbdə coğrafi adlar önəmli idi, amma şərqdə sülalə adları. Deməli, irsi və şərti olaraq torpaq mülkiyyəti formaları şərqdə iki yerə bölünürdü feodalizm dövründə. İrsi torpaqlar kimlərin idi? Keçmiş quldarların və onların nəsillərinin. Keçmiş quldarlar və onların nəsillərindən qalma torpaqlar, onlar irsi torpaqlar idi. Yəni, irsi atadan oğula keçirdi. Şərti torpaqlar isə feodalizm dövrü yaranandan sonra feodal dövlətlərin rəhbərləri, yəni kralları, rəhbərləri, onlar xidmət müqabilində xüsusən ordu başçılarına xidmət müqabilində verirdilər şərti torpaqları. Şərti torpaqları burada alınıb satıla bilməzdi, ancaq icarəyə verilə bilərdi. Şərqdə feodalın xüsusi təsərrüfatı yox idi. Yəni o özü torpağı malikanə daxili əkib becərmirdi. Çünki əsasən burada iri suvarma şəbəkəsi yaratmaq lazım idi. Bunu da dövlət edirdi. Yəni dövlət torpaqlarında dövlət təsərrüfatı olduğu üçün azad kəndlilərin iştirakı ilə dövlət təsərrüfatı var idi, amma feodalların şəxsi təsərrüfatı yox idi. Bəs o torpaqları nə edirdilər? Onlar torpaqsız kəndlilərə torpaqlarını kiçik hissələrdə icarəyə verirdilər və məhsulun bir hissəsini onlardan vergi olaraq alırdılar. Qərbdə feodalizm, yəni Avropada feodalizm necə idi? Bəs ümumiyyətlə qərbdə feodalizmin yaranması eyni zamanda qədim Roma imperiyasının dağılması, eyni zamanda xristianlığın çiçəklənməsi dövrü ilə üst-üstə düşür. Eyni zamanda da xarici hücumlarla, Romaya olan xarici hücumlarla bir yerdə təzahür edir qərbdə feodalizm. Yəni, 4 proses eyni vaxtda baş verirdi. Deməli, xidmət müqabilində verilən torpaqlar ki var idi, şərqdən fərqli olaraq onlar irsən keçirdi. Şərqdə xidmət müqabilində verilən torpaqlar şərti idi. Amma qərbdə isə xidmət müqabilində verilən torpaq irsən keçə bilirdi. Yəni, əgər bir sərkərdəyə qərbdəki bir dövlət kralı, rəhbəri torpaq verib, feod verib, onun oğlu gələcəkdə o torpaqdan istifadə edir və digər nəsildən nəslə ötürülür, yəni irsən keçirdi. Burada feodal nərdivanı yaranmışdı, yəni qərbdə, Avropada feodal nərdivanında daxil idi. Başda kral idi, ən böyük feodal. Ondan sonra qraflar idi, ondan sonra hersoqlar, yəni qraf, hersoq özü bir pillədə yerləşir. Yəni kral, kraldan sonra qraf və hersoqlar, sonra baronlar, sonra da cəngavərlər idi. Belə bir deyim var idi ki, vassalımın vassalı mənim vassalım deyil. Bir üstündən gedək bunun. Kral seniordur. Qraf və hersoq kralın vassalıdır. Kral, qraf və hersoqun seniorudur. Qraf və hersoq baronun seniorudur. Baron
qraf və hersoqun vassalıdır. Baron cəngavərin senyorudur. Cəngavər baronun vassalıdır. Yəni, cəngavər qraf və hersoqun vassalı deyildi, ona tabi deyildi. Barona tabi idi. Ona görə deyirdilər ki, yəni, bir üst təbəqə, bir alt təbəqənin senyoru sayılmırdı və əksinə o da onun vassalı sayılmırdı. Yəni, vassalımın vassalı mənim vassalım deyil. Feodal pərakəndəliyi hökm sürürdü. Nə idi feodal pərakəndəliyi? Deməli, feodalların şəxsi təsərrüfatı var idi Avropada, şərqdə yox idi, Avropada var idi. Onlar böyük malikanə daxilində özlərinə lazım olan bütün məhsulları istehsal edən malikanə təsərrüfatı qurmuşdular. Buna natural təsərrüfat da deyilir. Yəni, istehsal olunan məhsullar satış üçün deyil də, malikanə daxili ehtiyacları ödəmək üçün bu məqsədlə istehsal olunurdu. Kəndlilər iki yerə bölünürdülər. Azad kəndlərə, təhkimçi kəndlər. Getdikcə təhkimçi kəndlər çoxalırdı. Azad kəndi sadəcə torpaq götürüb icarəyə və yaxud da ki, icarəyə torpaq götürməsə belə feodal malikanəsində çalışan azad kəndidir. Var idi bir də təhkimli kəndi, o şəxsən asılı idi feodaldan. Başqa bir yerə çıxıb gedə bilməzdi, ora təhkim olunmuşdu. Onun bütün hüquqları feodala məxsus idi. Malikanə sistemi dediyimiz kimi natural təsərrüfat əsasında bunun iki əsas xüsusiyyəti vardı. Avropada əsas iqtisadi quruluş malikanə sistemi idi erkən orta əsrlər dövründə və özünü təmin edən icma idi malikanə sistemi. Vergi sistemi necə idi? Həm şərqdə, həm qərbdə fərqli bir cəhət yox idi vergi sistemində, feodalizmdə. Deməli, məhsul vergisi var idi, məhsul vergisi. Buna töycü deyirdik biz. Bu həm məhsulla alınırdı, həm pulla. Əvvəllər məhsulla alınırdı. Sonra getdikcə pulla alınmağa başladı. Bu vergi, deməli, şərqdə əsasən dövlətə ödənirdi, qərbdə əsasən feodala ödənirdi. Çünki feodalın şəxsi təsərrüfatı var idi, amma şərqdə isə dövlətin təsərrüfatı var idi. Diyar sözünə rastlayırıq tarixdə biz erkən orta əsrlərdə. Bu da müftə iş deməkdir. Kəndlilər bəzən həftənin 3 gününü feodalın malikanə ehtiyaclarını ödəmək üçün müftə pulsuz, yəni əməklə məşğul idilər. Buna biyar deyirik. Dəyərli yoldaşlar, feodalizm quruluşu şərqdə və qərbdə fərqli dövrlərdən keçir. Burada biz yazırıq, feodalizm quruluşu şərqdə və qərbdə. Deməli, şərqdə feodalizm tez başlayır. Şərqdə feodalizm başlayır, yəni erkən feodalizm ki var, bu, deməli, şərqdə 3-cü əsrdə başlayır, 11-ci əsrə kimi davam edir. Qərbdə 5-ci əsrdə başlayır, 11-ci əsrə kimi davam edir. Tez başlayır qərbdən, fikir verin. Sonra gəlir klassik feodalizm. Klassik feodalizm hər ikisində 11, 15-ci əsrləri əhatə edir. 11, 15-ci əsrləri əhatə edir. Son feodalizm şərqdə 16, 19-cu əsrləri əhatə edir, yəni gec bitir. Qərbdə 16, 17-ci əsrləri əhatə edir. Diqqət edək, şərqdə feodalizm, qərbdə feodalizmin dövrləşməsi. Erkən feodalizm başlayır 3-cü əsrdə, bitir 11-ci əsrdə şərqdə, 5-11-ci əsrlərdə qərbdə. Klassik feodalizm 11-15-ci əsrlər, 11-15-ci hər ikisində eynidir. Son feodalizm 16-19 şərqdə, 16-17 qərbdə. Yəni feodalizm bölündü 3 yerə. Erkən feodalizm, klassik feodalizm və son feodalizm dövrünə. Dəyərli yoldaşlar, izləmədə qalın. Deməli, erkən orta əsrlər dövrünün
feodal dövlətləri sıralı şəkildə sizə təqdim olunacaq.